Amma sizə bir sual çıxmır ki, yaxşı, bu qədər əhl-i sünnə mənbəsində hədis nəql olunur. Mən kuntu mevlah və hâzə əliyyum mevlah. Mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Bəs bunu deyib, niyə bəs məsələ belə gedir? Qəbul edilmir Əlinin vilayəti. Əhl-i sünnə alimləri deyirlər ki, burada mövla dost mənasındadır. Rəhbər mənasında deyil. Belə izah verirlər. Amma mən belə bir izah verim bu məsələni bir qardaş kimi, bir əhl-i sünnəni də sevərək, onlara bir qardaş olaraq izah verim. Bunlar mən sevərək danışdığım sözlərdir. Mən əhl-i sünnə qardaşlarım, əhl-i sünnə bacılarım, sizə dinləyin. Bu məsələləri gəlin açaq və tövsiyə edirəm Şiə məzhəbində olan qardaşlarımıza da, bacılarımıza da təhqir eləməsinlər onları. Mehriban şəkildə bu mövzular müzakirə olunmalıdır. Gözəl şəkildə izah verək. Vallahi mən istəyərək danışıram, sevərək danışıram. Amma bunlar deyilməlidir. Bu həqiqətləri mən sizə deyirəm. Əhl-i sünnə alimlər deyir, mən kuntu mövla, Peyğəmbər deyəndə mən kimin mövlasıyam, Əli də onun mövlası, dost nəzərə tutub. Yəni, Əli mənim dostumdur, siz ona dost olun. Yaxşı. Birinci cavab budur. Vəli kəlməsi, mövla kəlməsi. Düzdür, lüğətdə neçə mənası var, amma birinci mənası rəhbərdir. O birisi mənalar ondan sonradır. Lüğəti araşdıra bilərsiniz. Necə ki, məsələn, şirin bir mənası o heyvandır, yırtıcı heyvan. Bir də mənası nədir? Şücaətdir. Düz deyil. İlk mənası nədir? O yırtıcı heyvan. İkinci mənası nədir? Şücaət. Mövla, vəli kəlməsinin ilk mənası rəhbərdir. Sonraki mənalarından biri dostdur. Başqa mənaları da var. Bu bir söz. Bir də ki, bu qədər insanı yığıb bir yerə 100 minə yaxın adam 3 gün çöllü biyaban saxlayıb, ay cəmaat, Əli mənim dostumdur. Cəmaat bilmirdi ki, Əli Peyğəmbərin dostudur. Dostdan da ötəydi axı. Peyğəmbər əleyhissalama qardaş deyirdi. Axı, bundan öncə ayələr gəlib baxı. Məvəddət ayəsi var idi. La əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Sizə tapşıram, sevin Əlini. Əgər məvəddətən fil qurbanın içində Əli yoxdursa, onda heç kəs olmasın gələk. Sevin Zəhranı, sevin Həsən Hüseyni. Belə bir ayə gəl baxı öncədən. Cəmaat onu bilmirdi ki. Başqa söz deyim. Nəinki dost, nəinki qardaş. Quran deyir, Peyğəmbərin canı da Əli. Bunu əhl-i sünnə mənbəsindən deyəcəm sizə. Canı da Əli. Hansı ayə? Xristiyanlarla mübahilə ayəsi var idi ya. Mübahisə düşdü Peyğəmbərlə xristiyanların arasında. Onlar Peyğəmbəri qəbul eləmirdi. Axırda Peyğəmbər dedi ki, yaxşı. Fəqul təalov nəd'u əbna'ana və əbna'akum. Siz də balalarınızı gətirin, biz də balalarımızı gətirin. Nisa'ana, xanımlarınızı gətirin. Nisa'ana, nisa'akum. Siz xanımlarınızı, biz xanımlarımızı. Ənfusəna və ənfusəkum. Mən də canımı gətirim, siz də gətirin. Mənim canım, ənfus deyir. Demir qardaşım, demir səhabəm, deyir canımı gətirim.